gidersin, ya gel bana sahici, sahici, ya da önce gidersin. Anasının kuzusu, ciğerimin köşesi, kız bu neyin caksı, kız hepsi senin mi, hepsi senin mi, hepsi senin mi? Oynamış şkıdım şkıdım, oynamış şkıdım şkıdım, oynamış şkıdım şkıdım. Ah yanar döner acayipsin. Ne deli ne de divaneyim, biliyorum sonunu. Okuyamıyorum. Sanma uğruna bir haneyim, beğenmedim oyununu. Oynamış şkıdım şkıdım, oynamış şkıdım şkıdım, oynamış şkıdım şkıdım. Ah yanar döner acayipsin. Oynamış şkıdım şkıdım, oynamış şkıdım şkıdım, oynamış şkıdım şkıdım. Ah yanar döner acayipsin. Anasının kuzusu, ciğerimin köşesi, kız bu neyin caksı, kız hepsi senin mi, hepsi senin mi, hepsi senin mi? Oynama şkıdım şkıdım, oynama şkıdım şkıdım, oynama şkıdım şkıdım. Ah yanar döner acayipsin. Ne deli ne de divaneyim, biliyorum sonunu. Sanma uğruna bir haneyim, beğenmedim oyununu. Oynama şkıdım şkıdım, oynama şkıdım şkıdım, oynama şkıdım şkıdım. Ah yanar döner acayipsin. Oynama şkıdım şkıdım, oynama şkıdım şkıdım, oynama şkıdım şkıdım. Ah yanar döner acayipsin. Dadı pis değil. Hoşumuza geldi Nigar. Habibi come to Dubai. Necə beğendiniz çıxışını Nigar? Necə oldu sizin beğendim. fikrinizcə? Baxın Mənə dönərə çox- baxırsınız. Acdınızmı? Dönər yeyirsiniz ümumiyyətlə? Hə. Toyuqla yoxsa Hə. ətlə? Ətlə. Mayonezi bol olsun yoxsa? Ne olsun? Mayonezi bol olsun. Soğanlı soğansız. 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 Soğan Et dönərdi ya. Baba əti görürsən. Et dönərdi o. Ətrafında rəqs edən vegan qızlar da yəqin ki gördünüz. Buyurun Nigar, sizə işləyik. Maskamız haqqında, dönər haqqında biraz danışın. Maska çok şirin. Diyebilirim ki 100% onun içinde kişi durup oturup. Durub, hal-hazırda Durub, durub. hələ ki durub. Ha. Bığlı olsa da düşünürüm hayatta bığlı değil. Aha. Вот. Onu necə qənaətə Amma- gəldiniz ki, bığlı deyil? Yəni, maskanın arxasında da axı necə qənaətə gəldiniz? İntuisiya. 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 Yəni, maskada bığı olan, realda bığı yoxdur. Hə. Təşəkkürlər. Faiq bəy, day dönəri dediniz buna. Ha, day dönəri. Day dönəri. Özdəki mənşəyi bilinməyəndirsə, gəlin qida təhlükəsizliyi agentliyinə göndərək. Niyə O bilinmir? yoxlasınlar ki, içində nə vardı bilmirsən. Toğdur, ətdir, nədir. Faiq bəy, əti görünür də, əti görünür qıraqdan, mal ətidir. Bilmirəm, o yəqin kiməsə baxıb o kulis arxasında ətin tökə-tökə gəlir bura. Nəsə arıqlamaq istəyir. Faiq bəy, bura maska şoudur. Burada hər şey keyfiyyətlidir. Və- Yüksək səviyyədə. Demirəm, keyfiyyətsizdir. O keyfiyyəti təsdiqləmək üçün gəlin göndərək də onu qida təhlükəsizliyi agentliyinə qoy yoxlasınlar. Biraz da istirahət eləyər bizdən. Özdə batan çörəkdir ya. Aha, kimdirsə. Batan çörəkdir. Kimdirsə, Aha. peşəsim oxumaq deyil, müğənni deyil. Mənim təəssüratlarım belə oldu onun ifasından və ya əksinə bilə-bilə sınıq-salxaq oxuyur ki, biz tutmayaq ki, kimdir? İki versiyadan birisidir. Bəyalar ipucunda söylədi ki, mənim çoxlu qohumlarım var, nəsə belə bir şey dedi. Birdən mənə pişik yadıma düşdü. Niyə pişik dedi ki, mən həyat yoldaşımla işdə tanış olmuşam. Ola bilər ki, burada bir ailə iştirak edir. Ailənin bir üzvü pişik geyimindədir, digər üzvü də kim ki deyir qohum var. Detektivlər, Dönərdir. çox siz deyirsiniz ki,
Pişiyin əli ətə çatmayanda Ay sağ ol. dönər gəlir. Özdə hansı dönər dedi? Toğla dönər. Toğla dönər. Pişiklə dönərin nəsə bağı elə bil mənim gözümün qabağına gəldi. Nəsə xoşuma Çox yaxın gəlmir ha gəlmə, söhbət yeyəcəksən. dönərin. Hə, söhbəti fırlatmaq istəyir. Yiyəcəm səni, yiyəcəm, çox yaxın gəlmə. Əksinə o sən yemək istəyir deyəsən indi. Amma kimliyi ilə bağlı mənim dəqiq versiyam yoxdur. Mən elə gəlir ki, aparıcı ola bilər, bloger ola bilər, Aktyor ola bilər. aktyor ola bilər, Biz amma çəkirlər, peşəkar çəkirlər, müğənni sən də mənə deyil. çəkirlər. Əla. Məncə. Coşqun bəy, siz diqqətlə baxırdınız, bilirik ki, hər dəfədə çox maraqlı professorumuzsuz axı. Çox maraqlı adları deyirsiniz, O qədər professor versiyalar dedin. deyirsiniz. Öyle? Akademik oturub üzbəüz. Sən akademikin öz demirsən. Akademik alqışlayaq, çox rica edirəm. Buyurun professor. Paxıllıq yıxdı da, paxıllıq yıxdı. Hələ yıxmayıb ha. Yıxmayıb hələ, yıxa bilmişik. Dönərimiz çox iştahlı görsənir, çox... Tatlı görünür. Yəni mən onun içini görmək istəyirəm. Onu belə aralayıb içini görmək istəyirəm. Bığlı saqqallıdır. Onun bığı da olur, saqqalı da olur, bığsız da olur. Bu variantlar da var. Mən Dönərdə təxmin edirəm kimdir orada. Tük olmamalı ya. Yox, içindən. Və üzündə var axı. Çörəyin üstündə bığı var, tükü var. Gərək qırsın bığını gələn dəfə. Sən o bığlı yerini yemə də. Coşqun bəy dedi ki, təxminlərim var. Birazdan təxminləri də işlərik. Kamilə xanım, sizin fikriniz maraqlıdır. Mənim fikrim, demək, dönər, onun rəqsi çox xoşuma gəldi dönərin. Ayaq hərəkətləri üçün bir dənə elə indi xahiş edirəm Necə dönər. ayaq hərəkətləri? Bir ayaq Bir dənə dönər, hərəkətlərini ayaq eləyir deyə. hərəkətləri. Baba o, hə. Amma iki ayağla da, bir ayaqla ev yox mu? Əla, çox təşəkkür edirəm. Hə. Faiq çox maraqlı bir versiya söylədi ki, ola bilər ki, əgər pişi ilə dönəri birləşdirdisə və burada bir evli cütlük ola bilər. Mən də vərəqdə yazmışdım. Bayaqları Aysel xanımın adını söyləmişdim, amma heç bu barədə düşünmədən. Yəni, o qədər maraqlı versiya söylədi, amma İlkin Həsəninin adını yazmışdım bu dəftərdə. İlkin Həsən? Hə, yəni ola bilər ki, pişi Ayseldir, dönərsə İlkindir. Maraqlıdır. Mikrofonu ötürürük Murad Arifə. Murad Arifin versiyaları güman ki çox olacaq. Yo, mən ipuclarından yola çıxıram hal-hazırda. Qohumlarım çoxdur. Bu həqiqətən də İlkin Həsəni və Aysel münasibətlərinə eyham ola bilər. 90-cı illərdə gəlib dönər Bakıya. İlkin bildiyimə görə Sabirabadda doğulub, orada ibtidai sinifə gedib 90-cı illərdə Bakıya gəlib. Daha sonra tənqid edənlər çoxdur. İlkinin də demək olar ki, hər filmi müəyyən mənada səs-soraq yaradıb, tənqidə tuş gəlib. Bu baxımdan bütün oxlar İlkinə göstərir. Amma unutmayın ki, bu bizim birinci verilişimizdir. Və birinci verilişdə hər şeyi, bütün oxları İlkinə yönləndirmək bizim sevimli maska heyətinin köhnə peşəsidir. Zal dönər bağırarkən mən yerimdən qeyri-ixtiyar olaraq Elgiz bağırdım, bilmirəm niyə. Amma Elgizə oxşamır axı. Səsi də oxşuyur Elgizə, bığı Mən da oxşuyur oxşatmıram. Elgizə. Gözləri o belə də ortada Yəni, bir. o qədər Gözləri, necə gözlər? Bu gözlər, Yo, mən Elgizin bığlı şəklini sizə göstərərəm. bığlı şəkli. Bəli. Dönər, bir Maraqlıdır. xahiş edirəm, bir belə yanakı dur. Mənə baxsan. Elgizin qarnı var, bunun yoxdur. O zaman show biznesdə qohumlarım çoxdur ifadəsini ya Nicat Rəhimov, Mən ya də da onu- Rüfət Aha. Axundov deyəcək. Aha, ola bilər. Aha. Həm də orada Daha bir iki ipucu versiya da var çıxdı. idi. Həm onu da yazmışdım. Orada bir ipucu da vardı ki, dadlıyam. Dadlıyam deyəndə nəyə görəsə mənim elə yadıma o Hə. qızlarının birində vardı onun şirin olmağı. Hə, Nicat şirin, Nicat dadlıdır. şirindir axı, dadlıdır. Mən o dadlı Yeni bir yazmışdım versiya. burada. Amma Teşekkürler. Kamilə, Rüfət də ola bilər. Çünki Rüfətdə şirin olmasa da duzludur. Tam doğru. Amma mən düşünürəm İslam Mehrəliyev də ola bilər əslində. O da Baxarıq. maraqlı versiyadır. İslam Gəlin, Mehrəliyev daha dəyərli yaxşı yapıyor. auditoriya, Digər, gəlin bir yaşayarıq, baxaca. yeyərik. Başına Biz vurur. detektivlərimizə kömək eləyək. İndi dönər özü haqqında iki məlumat verəcək. Doğru və yanlış məlumatı. Siz də təbii ki qoşulun detektivlərə. Siz də bir balaca onlara kömək eləmək üçün alqışlarla bildirin. Hansı doğrudur, hansı yanlışdır sizin fikrinizcə. Buyur dönər özünün haqqında məlumat. Birinci məlumat. 20 kilo arıqlamışam. O dedi ki 20 kilo arıqlamışam. Və ikinci məlumat.
Instagramda 100 bine yakın izleyicim var. Instagramda 100 bine yaxın izləyicim var. Beləliklə, auditoriya, gəlin detektivlərimizə kömək edək. O dedi ki, 20 kilo arıqlamışam. Sonra dedi ki, Instagramda 100 bine yaxın izləyicim var. Auditoriya sizə kömək eləmədi. 50-50 oldu. Murad, ayağa qalxdınız dərhal. Valla elə Siz... bütün versiyalara gedir çıxar da. Misal üçün Aha. bir bəyəfəndi 20 kilo arıqlayanda belə aşağı yuxarı, mən bilmirəm ilkin arıqlayıb mı 20 kiloyu, bəlkə də arıqlayıb nə zaman. Murad arıqlayıb. Məsələn, Muradın arıqlamağını Mən gördük. 30 kilo arıqlamışam. 30 kilo. Alqışlayaq da Murad Arifi. 30 kilo. Murad Az Arif'i deyil. də. Baxın, baxın. Fit oğlan. Nicat Rəhimovu da mən bilmirəm. Ola bilsin ki, bəlkə yuxarı sinifdə biz onu tanımayanda bəlkə kiloluydu. Bizim həyatımıza daxil olandan sonra kifayət qədər fit bir şəkildə daxil olubdu. Bu onda Rüfət Axundov deyil. Çünki Rüfət Axundov arıqlamayıb, kökəlib, artan tərəfə gedir. Başqa ağlıma kim gəlmir? Heç Ben kim gəlmir. düşünürüm belki Müşfik. Özüm. Belki Müşfik'ti. Çünkü o Lənkəranda Şahverdiyev. Hem de arıqlayıb, hem de bilirəm ki... Bəli. Bu ya Abbas Burada da Bağırovdur, ya da sifətinin şirinliyindən elə bir ki, içi çıxıb üzə Samir Piriyevdir. Amma Samir Piriyev Arıqlayıb. bu qədər arıqlar. Samir arıqlayıb. Ayaqlarına Məncə. bax. Arıqlayır Yo, kökəl. Samir- Buradan elə görsənir. Sən Samir ağanın yaxşı ayaqlarına oxuyur bax. axı. Yo. Dönərin ayaqlarına bax. Samir oxuyandır dostlar. Oxuyan Dönər qəşəng oxuyan səs- deyil. Dönər Bəli. oxuyan Bəlkə deyil. gizlədir. Bəlkə sizi oxumaq çaşdırır qabiliyyətini. Murad. Bəlkə sizi çaşdırır. Yo, bu qədər ola Yo, bilməz. Samir Yo. Piri bunu eləməz. Akademik, Can, buyurun. Sizin fikrinizcə Mənim dəqiq bu versiyam dönər maskası yoxdur. arxasında hansı məşhur gizlənib? mənim çox xoşuma gəldi bir İlkin Həsəni versiyası Murad söylədi. Bir də ki Nicat versiyası da xoşuma gəldi. Ha? Birinci ilkini mən. Sən dedin, hə, özü. Nicat mənim versəm. Hə, və Nicatı Murad dedi, İlkini Kamilə xanım dedi. Bu iki namizəd arasında fikirləşəcəm. Görüm, əgər tamaşaçılar saxlasa dönəri, növbəti dəfəsində öyrənmək olar. Mən inanmıram ki, sənin variantın yoxdur, Faiq bəy. Vallahi yoxdur, bomboşdur. Son olaraq Kamilə xanım. İlkin versiyasında hələ ki bu dəqiqə üçün fikrimi tamamlayım. Birazdan sonra baxarıq. Əla. Təşəkkürlər, hər birinizə dərin təşəkkürlər. İkinci qarşı durmanın birinci maskası dönər. Dərin təşəkkürümüzü bildiririk. Gəlin dönərimizi yormayaq. Yola salırıq dönərimizi. Buyurun. Allah Allah. Detektivlərimizin bu ana olan təxminləri belədir. Bəs siz necə düşünürsünüz? Dönər maskası arxasında kimdir?